Herkese salam dostlar, mən Amid Qoma xoş gəldiniz. Bu günlər sizinlə yepyeni videolar qarşınızdayım. Bu günlər sizinlə nə çəkirəm? Bu günlər sizinlə başlıqdan da anladığınız kimi ucuz İran abur-cuburlarının dadına baxacağıq. Belə videoların davamı gəlməyi istəyirsinizsə, təbii ki, bunu mənə like ataraq bildirə bilərsiniz. Hal-hazırda 1700 abunəmiz var, çox sağ olun. Məqsədimiz indi 10.000 abunə olmaqdır. Sizə zəhmət olmasa videoya baxan şəxslər like və abunə olsa çox sevinərəm. Yəni tez-tez videolarımızın davamı da gələr. Axırıncı video Karpançik videosuydu. Yəni ki, orada BMW 160 sürmüşdüm. Yəni ki, ona baxış az gəldi. Necə vaxtda video çəkmirəm deyə bütün aktivliyim ölüb. İstədim bir dənə belə video çəkəm. Davamını da inşallah tez-tez videolar çəkməyə başlayırıq. İndi gördüyünüz kimi burada ən ucuz abur-cuburlardır. Yəni ki, ən bahalı burada 40 qəpilikdir. Yəni ki, ona görə belə video alındırdım ki, bir dənə belə video çəkək. İndi sizlə başlayaq. Belə bir keksimiz var. Yəni ki, belə 30 qəpikdir. Belə bir ay nəsə var. Kitay, yəni ki, Oreo var, İran Oreosu. Yəni ki, belə Milano var. Gördüyünüz kimi 2 ədəd portağallı, yəni ki, belə keksimiz var. Çizgiyə oxşayan tuzlu pisenidir. Burada balıq kraker var. Yəni ki, bu abur-cuburlarımızı gördüyünüz kimi. Yəni ki, indi bunların yeyərkən də həm də qiymətlərini, puanlarını da verəcəm. Birinci başlayaq, yəni ki, bundan. Yəni ki, bunun qiyməti, yəni başlayan kimidir, yəni ki, 20 qəpikdir. Yəni bu Bakıda zaten bunu tapmaq biraz çətin olar. Yəni ki, məhəllə marketlərində, yəni kənddə qalırsa məhəllə marketlərində, yəni ki, bunlardan çox olur. İndi bunun dadına baxaq və qiymət verək. Bismillah. Demək olar bundan həftədə bir 3-4 dəfə yeyirəm, yəni ki, 20 qəpikdir, həm ucuzdur, həm də belə dadı pis deyil. Yəni bu çayla lap qəşəng gedir. Yəni bunun puanım 20 qəpiyə görə 4 puandır, çox qəşəngdir. Sonra yəni bunun içində də 4 ədəddir. Bir dənə də gördüyünüz kimi belə bir çenimiz var. Bunun da elə bir qiyməti 30 qəpikdir. Bunun içində 6 dənəlikdir. Bunun dadına baxaq. Belə bir şeydir. Dadına baxaq. Bunun dadı buna nisbətən çox qəşəngdir. Nəyə görə? Çünki elə bunun kremi nisbətən bununkindən çox olur. Ya da ortasında kremi çox qoxular deyə, yəni ki, onun dadı tez gəlir. Bunun keksi bu keksimizdən ən sevimli keksimdir. Bunun da qiyməti 40 qəpikdir. Video başlayın kimi demişdim. İçində belə bir nəsə var. Serim kimi bir şeydir. Keksimizdir. Yəni bunun da içində 2 ədəddir. Bunun dadına baxaq. Bunun dadı həqiqətən çox yaxşı bir dadı var, həm də doyumlu görsənir. Buna 5 üzərinə 5 verirəm, həm qiyməti uyğundur. Həm keksimizin böyüklüyü də belədir. Həm də belə dalda keksdir. Buna 5 üzərindən 5, bu yadımızdan çıxmışdı. Bunun da biraz çeni sıxırdı, yəni ki, ikisinə də eyni puan vermək istəyirəm. Bunun ikisi də 4'dür. Gördüğünüz kimi belə bir Ozmoya oxşayan bir ay var. 30 qəpilikdir. Görün indi bunun dadı necədir. Yəni ki, aya baxanlar qorxur. İndi yəni ki, buradan bizim səhv edib şahzadə alarsa həyatından. Yəni ki, görünüşü çox pisdir. İçində belə şokolad var. Bismillah, bunun dadına baxaq. Bunun şokoladı, içində şokoladın daha çox gəlir. Yəni ki, buna da baxaq, yəni çoxmu şokolad qoyublar, azmı? Gördüyünüz kimi şokoladdan da bol olduğuna görə. Bunun görünüşü pisdir. Yəni ki, əsas da daddır. Yəni ki, uşaqlar görünüşünü xoşlayarlar. Yəni mənim fikrimiz elədir. Yəni də bunun dadı çox qəşəngdir. Görünüşü pisliyə buna da 4 puan verirəm. Yəni ki, belə keksimiz var. Yəni ki, ən çox yediğim kekslərdən biri. Yəni bunu 2 dəfə yoxlayıram.
Ya da çox da yoxlamış olaram. Ən çox bunları yeyirəm. Keçib belə bir şokolad. Yəni ki, mən abur-cuburlarında ən xoşuma gələn şokoladdır. Yəni dad verən məncə odur. Ortasında bir də gördüyünüz kimi şokolad və üstündə də belə şokolad var. İndi bunun dadını da yoxlayaq. Bunun şokolad da üstündə qalınlığını göstərdim. Yəni ki, bunun da dadı çox qəşəngdir. Bunun da yəni ki, bunun da şokoladın böyüklüyünü də göstərdim. Bunun dadı da çox superdir. Yəni ki, bu da qiyməti 30 qəpikdir. Buna da puan 5 verirəm. Çox qəşəngdir. Yəni ki, mən yumuşaq həm də belə keks şeylərdən çox xoşum gəlir. Yəni ki, keçsi bu. Bundan da yemişəm. Bunu elə də xoşlamıyorum. Elə bundan başlayaq. Onu ona görə axırı saxladım. Balıq kraker var. İçinin bolluğunu sizlərə təqdim edeyim. Yəni ki, belə şey eləməyi xoşlamıyorum. Yəni ki, videoya görə aldım. Bismillah, bunun dadına baxaq. Bunun da çox qəribə dadı var. Nəyə görə? Həm şirin gəlir, həm də üstündə duz var. Yəni ki, bir qəribə dadı var. Yəni, bunu heç bəyənmədim. 5 üzərindən buna 2 düşər. Yəni, çox bəyənmədim. Bunun da qiyməti 20 qəpik idi. 20 qəpik yəni ki, buna verməkdənsə, buna verməkdənsə, yəni ki, bundan alıb doyumlu yemək ona yaxşıdır. Çox qəşəng bir dadı var. Siz yoxşayan belə bir peçenyamız var. Gördüyünüz kimi içində yəni ki, boldur. Bunun da elə də xoşlayıram deyil, mən yəni şirin şeylə xoşlayıram. Belə bunun dadına baxaq, yəni ki, hər bir zövqü damaq dadı fərqlidir. Dadına baxaq. Yəni ki, bundansa bunu tavsiyə edirəm. Yəni ki, bu ən çox soklarla yaxşı gedir. Yəni ki, koladır, fantadır, pepsi, sprite'dir və s. Yəni bir də soklarla gedər. Yəni ki, bunun dadı da pis deyil. Yəni ki, ən xoşuma gəlməyən bunlar idi. Bunlardan ən xoşuma gələn sizlərə təqdim edəcəm. Dadını, sonra görünüşünü. Buna da 4 vermək istəyirəm. Bunu əvvəlcə yemişim, xoşuma gəlməmişdi. Ancaq indi dadı həqiqətən yaxşıdır. Yəni sokla zaten çox qəşəng gedər. Yəni ki, bunlardan gördüyünüz kimi yaxınlaşdıraq. Bunlardan ən xoşuma gələn, ən pis, yəni ki, İraq bəhəcətindən deyək ki, yəni ki, bunun heç xoşuma gəlmədi. Ən dadlısı, yəni ki, bu aydır. Nəyə görə? Nəyə dadına baxaq? Nəyə görə? Bunun həm şokolad çoxdur. Nisbətən bununkuna, lap yumuşaqdır. Yəni ki, xəmir deyək. Şokoladı biraz bəşdir. Yəni ki, belə bunların ikisi də pisdir. Yəni ki, ən xoşuma gələn, ən dadlısı buydu. Buna 4 dənəyə görə verdim. Elə buna 5 verək. Görünüşü, yəni ki, şax deyiləm. Yəni ki, hamısına yaxşı elə bunun dadıdır. Bunun nəyə görə 4 vermişdim birinci? Çünki bunun görünüşü çox qəribə görsəndir. Yəni, bu uşağı görsənsən, həqiqətən uşaq qorxar. Bu nə aydı? Bir dənə düşdü. Yəni ki, burada görsənlərlə incə görsətdiyim videoya axıra qədər baxsınızsa, yəni ki, heç bir əlaqəsi yoxdur. Sizin etiketinlə heç bir əlaqəsi yoxdur. Yəni ki, bunun da etiketi, gördüyünüz kimi, su portakal, yəni görünüşü də çox qəşəngdir. Bunun dadı da pisdir. Buna 5 verdim. Yəni ikinci ən xoşuma gələn budur. Yəni üçüncü də bunlardandır. Bu yəni ki, buna da 5 puan verdim. Yəni ki, bunlar xoşuma gəlir. Bunun içində də ikisinə də 4 puan verdim. Yəni ki, ikisi də demək olar indi. Sadəcə 40 qəpik verib bundan da 8-dən ala bilərsiniz. Yəni ki, içində 8-dən ala bilərsiniz. Yəni içindəkilərdən deyirəm. Buna da 60 qəpik verib, 60 qəpik verib 12-dən ala bilərsiniz. Yəni ikisi eyni bir şey olan bir şeydir. Yəni prost bunun kremi nisbətən bununkindən daha dadlıdır. Yəni ikisi də eyni puandır bunların içində. Bunların üçü də eynidir.
Üçünə nisbətən ən çox seçilən bir şey deyə bunlardır. Sonra bunu axırda 84 puanlığa. Belə yəni dediyim kimi ən xoşuma gəlməyən bunun adı nədir? Fişdirlərim nə? Hə, bu da yəni ki, bunlardan ən xoşuma gəlməyən yəni ki, buydu. Belə yəni ki, telefonumuzda yaddaşında doldu deyə 64 yaddaşdır. Doldu yəni ki, bilmədim harada qalmışam. Yəni ki, axırıncı dəfə bilirəm ki, bu puanları verdim. Yəni bir də 10 dəqiqəlik videoya, hələ 10 dəqiqə 18 saniyəlik video çəkmişik. Yəni ki, hələ bilmədim nədə qalmışam. Yəni ki, bunlar puan göstərdi. Yəni ki, yəni ki, bunlar çayla içiləsi deyə bunlara ən çox puan verirəm. Bu da xoşuma gəlməyən oldu. Belə ikinci videomuzda da yəni ki, yenə İran abur cuburlarını yoxlayıram. Yəni indi bunlar da ola bilər. Yəni ki, bunlardan fərqli də ola bilərlər. Yəni bunlardan nisbətən opsiyalarla yəni ki, qarşılaşdırıram. Yəni dadları necədir? Bir neçəsi yox idi 20 qəpik olan abur cuburlarımızdan. Ona görə ən bahalı abur cuburumuz buydu. 40 qəpik idi. Qalanları 30 qəpik və 20 qəpik idilər. Belə videomuzu da sonlandıraq. Telefonda yaddaşım yox deyə çox uzatmayaq. Videomuzu bəyəndisə videoya like və abunə olmağı unutmayın. Məqsədimiz 10.000 abunə olmaqdır. İnşallah tezliklə 10.000 abunəyə çatarıq. Yəni ki, sizləri çox sevirəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. Tezliklə də videolarımız gələcək.